Salam. Gündəlik həyatımızda hamımız alıcıyıq, elə deyilmi? İstər səhər tezdən marketdən çörək alaq, istər onlayn olaraq yeni bir telefon sifariş edək, istərsə də avtomobilimizi təmirə verək. Amma gəlin etiraf edək, bu proseslərdə öz hüquqlarımızı həmişə tam bilirikmi? Azərbaycan Respublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanununa həsr olunmuş bu izahlı vələdçidə biz gündəlik alış-verişin qaydalarını necə mükəmməl mənimsəyə biləcəyimizi və ən əsası özümüzü necə qoruyacağımızı öyrənəcəyik. Gəlin birbaşa mətləbə keçək. Təsəvvür edin ki, aylarla pul yığıb arzuladığınız o bahalı cihazı nəhayət alırsınız. Çox böyük həvəslə evə gəlib qutusunu açırsınız və ya cəmi bir gün sonra görürsünüz ki, cihaz ümumiyyətlə işləmir. Bu, həqiqətən də hər kəsin yaşaya biləcəyi universal bir xəyal qırıqlığıdır. Adətən belə vəziyyətlərdə özümüzü çarəsiz hiss edirik, amma sizə möhtəşəm bir xəbərim var. Qanunun bu cür hallar üçün çox dəqiq, birbaşa və sizi qoruyan konkret cavabları var. Bugün birlikdə keçəcəyimiz yolun qısa xəritəsi belə olacaq. Əvvəlcə istehlakçı kimi əsas hüquqlarımızdan danışacağıq, sonra məlumat və təhlükəsizlik zəmanətinə baxacağıq, ardınca qüsurlu malların qaytarılması, xidmət və müqavilə pozuntularını müzakirə edib, yekunda dövlət və ictimai müdafiə, eləcə də ərzaq təhlükəsizliyinə toxunacağıq. Qəliz hüquqi mətinləri sizin üçün ən anlaşılı formaya salmışıq. Birinci hissədən başlayaq, istehlakçı kimi əsas hüquqlarınız. Özümüzü müdafiə etməzdən əvvəl oyunun qaydalarını bilməliyik. Hər şeyi qüsur anlayışından başlayır. Bilirsiniz, birinci maddəyə əsasən qüsur sadəcə malın sınıq və ya xarab olması demək deyil. Əgər mal satıcının sizə vəd etdiyi xüsusiyyətlərə cavab vermirsə, bəli, bu da qüsurdur. Qanun eyni zamanda mühüm qüsur anlayışını da xüsusi vurğulayır. Bu nədir? Bu maldan ümumiyyətlə istifadəni qeyri-mümkün edən, aradan qaldırılması çox vaxt və xərc tələb edən ciddi problemlərdir. Bu fərqi anlamaq sonrakı addımlarımız üçün tam olaraq təməl rolunu oynayır. Və 10 rəqəmi qanunun sizin uzunmüddətli təhlükəsizliyinizi necə düşündüyünü əla nümayiş etdirir. 5.4-cü maddəyə əsasən, əgər istehsalçı aldığınız hər hansı bir mala xidmət müddəti təyin etməyibsə, heç narahat olmayın. Qanun avtomatik olaraq sizə 10 illik təhlükəsiz istifadə müddəti zəmanəti verir. Hətta aldığınız mal istehsaldan tamamilə çıxarılsa belə, istehsalçı bu 10 il ərzində həmin malı ehtiyat hissələri ilə təmin etməyə borcludur. Möhtəşəm deyilmi? Keçirik ikinci hissəyə, məlumat və təhlükəsizlik zəmanəti. Yəni, bir şeyi almazdan əvvəl bilməli olduğumuz məqamlar. Gəlin gündəlik həyatı düşünək. Marketə girirsiniz və dərhal 6.2 və 13.1-ci maddələr işə düşür. Xaricdən gələn məhsulun üzərindəki o qarışıq yazıları anlamaq məcburiyyətində qətiyyən deyilsiniz. Etiket mütləq Azərbaycan dilinə tərcümə olunmalıdır. Digər tərəfdən, qiymətlər yalnız milli valyutamız olan manatla göstərilməlidir və ən əsası, qida, dərman və ya kosmetika kimi məhsulların üzərində yararlılıq müddəti yoxdursa, yaxud müddət keçibsə, onların satışı qətiyyən qadağandır. İndi isə diqqət edin, burada həqiqətən maraqlı bir məqam var. Dövlət bizim təhlükəsizliyimizi və müəllif hüquqlarını qorumaq üçün nəzarət markası deyilən xüsusi bir mexanizmdən istifadə edir. 10-cu maddə bizə göstərir ki, məsələn, dərmanlar, kitablar, kompüter proqramları və dini ədəbiyyatlar mütləq bu xüsusi holoqrafik nişanla satılmalıdır. Bu marka əslində bizim üçün bir növ təhlükəsizlik möhrüdür. Sübut edir ki, məhsul saxta deyil və dövlət yoxlanışından keçib. Üçüncü hissə, qüsurlu malların qaytarılması. İnanın mənə, bu ən çox işinizə yarayacaq hissələrdən biridir. Baxın, bu rəqəmi heç vaxt unutmayın. 14. 14-cü maddəyə görə bu sözün əsl mənasında sizin qızıl qaydanızdır. Təsəvvür edin, bir köynək almısınız, heç bir qüsuru yoxdur, sadəcə evə gəlib geyinəndə rəngini və ya necə qaldığını bəyənmədiniz. Əgər həmin malı istifadə etməmisinizsə, etiketini və qəbzini atmamısınızsa, 14 gün ərzində onu tam rahatlıqla başqa bir mala dəyişdirə bilərsiniz. Qida məhsullarını çıxmaq şərti ilə bu qayda bir çox mallar üçün keçərlidir. Yaxşı, bəs aldıq və mal həqiqətən qüsurlu çıxdı. Onda nə edirik? 7.1-ci maddə sizə bütöv bir hüquqi arsenal təqdim edir. Satıcı sizə yalnız təmir edə bilərək deyib bir yol göstərə bilməz. Seçim yalnız və yalnız sizindir. İstəyirsinizsə malı yenisi ilə dəyişin, istəyirsinizsə indirim tələb edin, satıcının hesabına təmir etdirin, fərqli bir modellə əvəzləyin və ya ən sadəsi malı qaytarıb pulunuzu qəpiyinə qədər geri alın. Yəni, sükan arxasında sizsiniz. İndi isə gəlin biraz riyaziyyatdan danışaq. Amma narahat olmayın,
Bu sizi qoruyan bir riyaziyyatdır. 7.4-cü maddə bizi bazardakı qiymət dalgalanmalarından qoruyur. Əgər qışurlu malı eyni modellə dəyişirsinizsə və bu vaxt ərzində malın qiyməti bahalaşıbsa, siz o əlavə fərqi qətiyyən ödəməlisiniz. Yox, əgər malı qaytarıb pulunuzu geri istəyirsinizsə və təsadüfən malın qiyməti ucuzlaşıbsa, satıcı sizə indiki ucuz qiyməti deyil, sizin o vaxt ödədiyiniz yüksək məbləği tam qaytarmalıdır. 4-cü hissə: xidmət və müqavilə pozuntuları. Çünki biz təkcə əşya almırıq, həm də xidmətlərdən istifadə edirik. Burada çox vacib bir məqam var. Zaman puldur və qanun da bunu eyni ilə bu cür qəbul edir. 7.6 və 9.5-ci maddələrə görə, əgər təmirçi və ya usta işi vaxtında təhvil verməkdə gecikirsə, o sizə gecikdirilmiş hər gün üçün işin dəyərinin tam 1% məbləğində dəbbə pulu, yəni cərimə ödəməlidir. Eyni qayda satıcının qüsurlu malı təmir etmək üçün tələb olunan 14 günlük müddəti aşdığı hallara da aiddir. Bəs deyək ki, əşyanızı xidmətə verdiniz və zərər gördü. 9.8-ci maddə bu məsələdə olduqca sərtdir. Təsəvvür edin, ən sevdiyiniz bahalı geyiminizi quru təmizləməyə vermisiniz və orada yandırıblar. Şirkət sadəcə üzr istəyirik, təsadüf idi deyib yaxasını kənara çəkə bilməz. Qanun tələb edir ki, onlar sizə eyni keyfiyyətdə oxşar bir geyim verməli. Bu mümkün olmadıqda isə ən gecə bir ay ərzində həmin əşyanın dəyərini və sizə dəyən zərəri tam şəkildə ödəməlidir. 5-ci hissəyə gəldik. Dövlət və ictimai müdafiə. Gəlin məsələyə biraz daha geniş miqyasdan baxaq. Bilməlisiniz ki, siz bu döyüşdə tək deyilsiniz. Məsələn, 17-ci maddəyə görə kafelərdə, mağazalarda post terminalların olması sadəcə bir seçim və ya lüks deyil, bu qanuni bir məcburiyyətdir. Bundan əlavə, dövlət orqanları davamlı olaraq malların standartlara uyğunluğunu yoxlayır və 27-ci maddə sizə imkan verir ki, istehlakçı birlikləri yaradasınız. Bu birliklər birbaşa sizin adınızdan satıcıları məhkəməyə verə və bütün prosesdə sizin hüquqlarınızı qoruya bilər. Və 26-cı maddədə mənim ən sevdiyim məqamlardan biri var, sözün əsl mənasında nəhəng bir maliyyə qalxanı. Çox vaxt insanlar düşünür ki, əşi məhkəmə xərci ilə aldığım maldan baha başa gələcək və hüquqlarından imtina edirlər. Amma xeyr, qanun açıq-aydın deyir ki, istehlakçı kimi öz hüquqlarınızın pozulması barədə məhkəməyə iddia qaldırarkən, siz dövlət rüsumu ödəməkdən tamamilə azad olunursunuz. Bu, haqqınızı axtarmaq üçün qarşınızdakı o böyük maliyyə maneəsini tamamilə yox edir. Və nihayət, 6-cı hissə: ərzaq təhlükəsizliyi, süfrəmizə gələn qidalar. Gəlin görək, bu həyati məsələ makro səviyyədə necə tənzimlənir? 5-ci fəsildə qeyd olunan ərzaq təhlükəsizliyi anlayışı göstərir ki, qida məsələsi elə sadəcə market rəflərindən ibarət deyil. Dövlət hər il ölkədə nə qədər qida istehsal olunduğunu, emalını və idxalını izləyən xüsusi ərzaq balansı tərtib edir. Fermerlər, böyük tədarükçülər bu məlumatları dövlətə mütəmadi verməlidirlər ki, hər hansı bir qida böhranının qarşısı əvvəlcədən heç biz hiss etmədən alınsın. Bilirsiniz, 30-cu maddə adamı həqiqətən arxain edir. Təsəvvür edin, dövlətin nəhəng fiziki bir qida ehtiyatı bazası var və bu baza qanunla o qədər ciddi qorunur ki, ona heç kim toxuna bilməz. Nə vaxt istifadə olunur? Yalnız ölkə səviyyəsində qida ehtiyacı yarandıqda, iqtisadi böhran zamanı qiymətləri süni artımın qarşısını alıb sabitləşdirmək üçün və ya sırf humanitar yardım məqsədi ilə. Yəni, dövlət təməl ehtiyacımızı fiziki zəmanət altına alır. Beləliklə, birlikdə qanunun əsas detallarına nəzər saldıq və gördük ki, bir istehlakçı olaraq cibimizdə necə güclü hüquqi alətlər var. Siz artıq dəqiq bilirsiniz ki, qüsurlu məhsulu necə qaytarmaq, gecikməyə görə necə təzminat almaq və düzgün məlumat tələb etmək birbaşa haqqınızdır. Bu izahlı bələdçini bizimlə sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. İndi tam silahlanmış və məlumatlı bir alıcı olaraq sizdən soruşuram. Öz hüquqlarınızı bu cür dərindən bildiyiniz halda növbəti alış-verişiniz necə fərqli olacaq? Mağazaya girərkən hüquqlarınızı tələb etməkdən çəkinməyin, çünki unutmayın, qanun sizin tərəfinizdədir.